Olsun. Öz rəngi tonu dəyişməsin. Çox qaranlıqdır, beyaz qalın. Beyaz qalın. Beləliklə, gəlinin bütün istəklərini nəzərə alaraq işə başlayıram. İstər tonlaşması olsun, istər korreksiyası olsun, bütün hər detalı yalnız özüm işləyirəm. Köməkçilər qətiyyən müdaxilə etmir. Sadə, zərif və soft bir makiyaj istəyir məndən. Yan kiprikləri ilə gözlərini xüsusi vurğulayıram. İstər dodaq boyası olsun, istər ənliyi olsun, istərsə də göz tenləri olsun. Hər biri bir-birinə çox uyğundur. Saç düzümü və makiyaj ona çox yaraşır. Çox gözəlsin. Bəyəndin? Çox gözəl. Xoşbəxtəm. Pul saxlaya bilmirsiniz. Elə mən də pul saxlaya bilmirəm. Çünki yeni məhsullar almışam. Gəlin biraz fırçalardan danışaq. Resapdan fırça dəsti, makiyajı sabitləmək üçün pudra fırçası. Kanal kremi üzünüzdə çox gözəl tətbiq eləyə bilərsiniz, yaya bilərsiniz, korreksiya da eləyə bilərsiniz. Fırçayla üzünüzə həm baza çəkə bilərsiniz, gözaltı pudranı da süpürə bilərsiniz. Əliyinizi də istifadə eləyə bilərsiniz. Həm pudra, highlighter'ı çox gözəl tətbiq eləyə bilərsiniz. Göz altı konsileri üçün mən nə qədər fırça almışam, hamısı uğurlu olmuş. Bu çox gözəldir. Bu fırçaların hər birini isə göz makiyajında istifadə eləyə bilərsiniz. Ən gözəl liner hansı fırçayla çəkirlər? Biri biraz maili, digəri isə düzdür. Əlinizin işindən asılıdır. Hər ikisindən çox gözəl liner çəkə bilərsiniz. Yeni nəsil sponge pudra üçün çox şirindir. Fırçalarımızın daha uzun ömürlü olmağını istəyiriksə, xüsusi sabundan və belə bir silikon başlıqdan istifadə eləyə bilərsiniz. Başqa nəyi sınayım? Fikirləriniz varsa postun altına qeyd edin. Чужая тишина, я скучаю по тебе, без надежды, без слов, между нами зима. Benim mahnının sözlərini versin, mən əzbərliyim. Если любовь это тихий след, он во мне останется навсегда. Мы потерялись не в километрах, а в недосказанных словах. Слишком поздно искать ответы, но слишком больно забывать. Я скучаю по тебе, как пустые дома, где осталась лишь ночь и чужая тишина. Я скучаю по тебе, в глубине тишины, между нами зима и не сбывшиеся сны. İldir ki, dodağıma dolğu etmirəm. Dedim bugün olar. Pussy Chocolate, Anastasia Beverly Hills. Peachy Nude rəngi ilə dolğu edəcəm. Olduğundan daha həcmli göstərir, onu da deyim bilə. Minimum 1 qram. Bu videomu izləmədən dodaq qələmi və göz qələmləri almayın. Qələmlər əsasən iki cür olurlar. Taxta paketləmədə olan qələmlər, plastik paketləmədə olan qələmlər. Taxta qələmlər əsasən daha rahat yayıla bilən və yağlı qələmlər sayılır. İçindən sıvıraraq çıxartdığımız bu qələmləri isə daha qalıcı rol oynayır. Gözünüzdə qalıcı qələm istəyirsiniz, plastik olan qələmləri ala bilərsiniz. Daha rahat yayıla bilən bir qələm istəyirsinizsə, o zaman taxta qələmlərdən istifadə eləyə bilərsiniz. Taxta qələminin dodağımızı qurutmur. Daha qalıcı bir qələm istəyirsinizsə, plastik başlıqlı olan qələmlərdən istifadə eləyin. Gördüyünüz kimi qətiyyən yayılmır və gün ərzində çox qalıcı olur. Artıq qələmləri rahatlıqla seçəcəksiniz. Neçədən yumurta? Nə qədər süddür? Süd hamısına qədər. 3 dənə bəs. Gətir süddən gətirib, biraz da isti su tökərsin. Neçə? Qapağına tök ola, mən baxıram. Boşalt. Biraz tök, mən baxıram. Dolu ilə. Yaxşı. Bəs ki, tuzda olmasın.
Tök çömçə ilə götür. Lab lübəlüb dolu eləmə, biraz az elə. Tök onu, davay əlində tavanı götür, belə elə yaxılsın. Çevirim yoxsa elə qalsın? Qırağından biri yoxla, gör ki, qızarır. Hə. Yeşil boşqab qoy, o bişdiyəcən götür at boşqab. Nəyi? Düşəndə tatlı götür, belə axsızda əndər boşqaba. Əlin yana. Əgər povur olsan bundan yaxşıdır. Budur. Gördün? Gördün? Matematik. Oğlum bazarına. Gözləyirik. Bu stol oturan kimi sehirlidir. Ancaq zəngin. Yaxşı, sağ ol. Adın nədir? Zəhmət. Qız toyunda, hə? Görürüm millət. Patan da yoxdur. Nə seçmisən? Belə parıltılı tonlardan istəyirəm. Parıldamaq istəyirəm. Bunu nə renk görürsən bu tonları? Qırağı belə şaftal tonlar. Hə, arası. Ortasında belə parıldasın. Ay şükür Allah, pəmbimsi istəmər. Təmli istəmirəm. Bir də dodağım qlos olsun. Parıldasın. Qlos, yaxşı. Parıldamaq istəyirəm. Yaxşı. Sonra gözüm qaralmasın. Rəngin necə olsun? Bir ton açıq. Bu yallı. Abi, inanırsınız, yuxularım necə girirdi. Hər dəfə istəmirəm, sizin yanınıza gələm. Xınamda da gələcəm, Montramda da gələcəm. Ay inşallah. Gəlinimin hər istəyini nəzərə alıram və əlbəttə ki, bütün detalları yalnız və yalnız özüm işləyirəm. Qız toyuna seçdiyimiz parıltılı obraz artıq hazırdır. Çox qəşəng. Bayıldım. Özün gözəlsin. Çox dəyişdin, ay. Bəli. Nə olub sənə? Niyə gərginsən? Deyil, əsbər deyil. Mənim könlümü alırsan, onun da könlünü... Bax, çoxdan da istədiyin su yolu qolbaq. Bu sənin üçün əla bir fürsət. Mütləq şəkildə gec gəlirsə bunu aldırırsan ona. Yox, bu biraz nazikdir. O zaman biraz daha görkəmlisi olsun. Yox, yox, evə gec gələndə qışqırır üstümə. Bu da olmaz. Evə gec gəlir və üstüvə qışqırır. O zaman bunu dəst şəkildə aldırırsan ona. Məncə hələlik bu olsun. Amma bunun yanında nəsə olmalıdır. O zaman su yolu qolbağına üstünlük veririk. Əla, dəbdə deyə özlər. Deməli, bu ona... Olsun qəşəng yanında da gedir, bir hə? qolbaq. Məncə Qəşəng də. gedir, hə, bununla? Hə? Hə, qəşəngdir. Bir dənə də bir şey olur. Evdə nə oldu yenə? Hələ var. Pişirdiyim yeməyi bəyənmir. Yaxşı. Baldızımın yanında da məni acıladı. Dedi ki, bacım səndən yaxşı pişirir. Əgər söhbətə baldız qarışıbsa, o zaman bunu da aldırırsan, olur tam. Ne gözəldir. Necə fikirdir? Çox gözəldir. Bəh, 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 bəh. Ay qız, ürəklər partlayacaq, bu nədir belə? Su yolu kolyemiz və sırğamız. Hə, mənə. Çox gözəldir, çox Gələn səfər əladır. yemək bişirəndə bunları taxıb bişirəcəm. Məncə də, məncə də. Bəh, 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 bax. Məncə bunlar onu bağışlamaq üçün yetərlidir. Hə, düz deyirsən. Hələlik bəsdir. Məncə də. Amma gözümüz birisində qalıb. Sən də yamansan ha.